Kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vuran qəhvə mərmər bağacığına qarşı mübarizə davam etdirilir. İlk dəfə olaraq bioloji üsulun tətbiqinə başlanılıb. Bu məqsədlə zərərvericinin təbii düşməni olan samuray arıları Balakən, Zaqatala və Qax rayonlarında təbiətə buraxılıb. Təbiətdə 300-dən artıq bitki növünə ziyan verə bilən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbiri olaraq ölkəyə gətirilən 20 min ədəd bu cür samuray arısının 15 min ədədi Zaqatala və Balakən rayonlarının təbiətinə buraxılır. Layihə Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı və metodiki dəstəyi ilə həyata keçirilir. Məqsəd kənd təsərrüfatı bitkilərinə zərər vuran qəhvəyi mərmər bağacığına qarşı ekoloji cəhətdən təhlükəsiz və elmi əsaslara söykənən bioloji mübarizə üsullarının tətbiqini genişləndirməkdir. Proqramın gələcəkdə mərhələli şəkildə ölkənin digər bölgələrini də əhatə etməsi nəzərdə tutulur. Bu təcrübə qeyd etmək istərdim ki, dünyada qəhvəyi mərmər bağacığının problem yaratdığı region ölkələrində, istər Türkiyə olsun, istər İtaliya olsun, o cümlədən Gürcüstan Respublikası olsun, orada tətbiq olunan geniş yayılmış bioloji mübarizə vasitələrindən biridir. Bu ilk bir eksperimentdir, ilk dəfədir Azərbaycanda həyata keçirilir. Qeyd etmək istərdim ki, biz yalnız təbiətə buraxılmaqla deyil, eyni zamanda ölkədə istehsalına da başlanmıştır. Polimorfalis yani zararlı böcek bulunduğu ülkelerde birçok ekonomik kayba neden olmaktadır. İlk aşamada arının burada kışı geçirip geçirmediğine bakacağız. İlk yıl salımları şu anda düşük miktarda yapmaktayız. Sadece kışı geçirip geçirmediğine bakacağız. Bundan sonraki yıllarda artık popülasyonu artırmaya yönelik ve zararı azaltmaya yönelik çalışmalar gerçekleştireceğiz. Türkiye'de de biz bu şekilde yapmıştık. Son illər qəhvəyi mərmər bağacığının yayılması Balakən, Zaqatala və Qax rayonlarında, xüsusən fındıq bağlarında məhsuldarlığa ciddi mənfi təsir göstərib. Bəzi təsərrüfatlarda məhsul itkisi 40-50% təşkil edir. Fermerlər bioloji mübarizə tədbirlərinin vəziyyəti dəyişəcəyini ümid edirlər. Bazılarda bu iki məhsul yaxşı görünsə də, bu yeni çıxmış bu böcək, məxməri böcək o məhsullarımıza çox böyük ziyan vurur. Keçən il məhsulumuz yaxşı olsa da, gözəl olsa da, ancaq çox keyfiyyətsiz oldu məhsulumuz. Bioloji mübarizədə istifadə edilən samuray arıları qəhvəyi mərmər bağacığının yumurtalarını parazitləşdirərək onun çoxalmasının qarşısını alır. Bu üsul zərərvericinin sayını azaltmaqla yanaşı, kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə, ətraf mühitin və kənd təsərrüfatı bitkilərinin qorunmasına da xidmət edir. Samuray arılarının Gəncədə fəaliyyət göstərən laboratoriyada çoxaldılmasına da başlanılıb. Nigar Davudova, Nərgiz Orucova, Vüqar Mirzəyev, ASTV Xəbər. Lənkəran artıq təkcə sitrus